Herkese selam, YouTube kanalımıza hoş gelmişsiniz. Stol yoxdur belə, çık. Yaxşı, konuşulaq keçdi. Deməli bugün evimizi yeni ilə bəzəyirik. Dəli, ona görə də pozitivik. Yenili bəzəyirik. Yeni ilə. Hə, yeni ilə. Bəli, ən çətin nədir? Yolkan qurmaq, kimi yetişir o iş? Sənə. Bəli, sənə, mənim cəngavərim. Ay, papağım başıma balaca olsa da, bugün o başımdan çıxmayacaq. İlk öncə bacımın ayaqları deyirəm. Sən yolka ola bilərəm. Bəzə məni. Sizə xoş günlər arzu edirəm. Yaxşı, başlayırıq. Heç evin halını görmək istəməzdiniz, amma biz gözəlləşdirəcəyik. Amil yolkanı qurur. Buyurun Amil bəy. Yolkamızın qəşəng belə iri budaqları var. Şey ver, başlığı Buyurun. ver. Başlığı ver, yox. Bu yolkamızın başlığıdır. Hamısı. Salam Amil, bu il gözləntiniz nədir? 10-cu sinif qurtarmaq, 11-ci sinif keçmək. Hər şey yaxşıdır? Hə. Kömək edə gəl başını aç. Deməli, buradan başlayıram yolkamızın qənətlərini açmağa. Bu il Amilə qərar verdik, qırmızı. Keçən də qırmızı deyildi. Yox, qırmızı deyildi, biraz qarışdırmışdıq, amma bu il sırf qırmızı rənglərdən istifadə edəcəyik. Yazın görüm sizin bu il. Papağım necədir? Yazın görüm sizin bu il. Şaxta babadan nə arzulayırsınız? Hamısını oxuyacağam. Kiçikli böyükli xahiş edirəm yazın. Bu il Şaxta babadan arzunuz nədir? Mənə çox maraqlıdır. Amil, sən Şaxta baba real olsa nə arzulayardın ondan? Necə? Hayda, çünki sən Şaxta baba kimi bir bacın var. Şaxta qız. Hə? Denən düzdür da, niyə demədin? Valla, düzdür. Yolkamızın qanatları. Nə yazık ki, yolkamızı səhv eləmişik. Amil yolkanı yığana kimi biz baxaq ki, dünən nələr almışam. Belə şirin bir Şaxta babamız var. Sonra bu zərləri istəyirəm ki, stolun başından eləyim. Stolun üstünə adətən stol başlıqları keçirilir. Amma mən zərlə bəzəməyi çox sevirəm. Onda biraz nostalji hisslər oyadır məndə. Çünki mənim uşaqlığımda bax, sırf belə zərlərə daha çox önəm verirdilər. İndi bilmirəm, Amil bəyənməsə eləməliyik. Sonra işıqlarımız var. Bilmirəm, bu il hansı işıqla, hansına daha. Yəqin ki, ağ. Ya həm ağ, həm də ki, digər rəngləri olan işıqlara önəm verərik əsas. Sonra qapı bəzəkləri var. Belə qapımızdan sacıyıq. Burada nələr var? Stollarımızla bəzəyəcəyik. Safetlərimiz var. Sonra yeni il bantikləri var. Oyuncaqlarımızı da göstərim estetik olaraq. Yenə dediyim kimi burada da bir papağımız var. Bəlkə bunu taxın, bu papaq mənə qısadır biraz. Hə, belə bir şey. Sonra yolkanın aşağısına hədiyyə paketləri qoyurlar, biz böyük. Mən onu istədim ki, Amillə özümüz düzəldik. Ona görə də belə yeni paketləri almışam. Hə, mən burada əziyyət çəkim, sən də danış orada. Amma sənin işin odur. Yeni paketlərimizdən biri bu. Bu çox qəşəngdir. Nə qəşəng qoxusu var. Amil bəy, işiniz çətindir. Hə? Bəli. Həqiqdən də təpəsinə vurulası adamsın. Yeni süfrəmiz. Hamısını göstərməyəcəm ki, işlərimiz göndər. Və bu il bəzəmək istəyirəm. Bax, belə bu tonlarda. Qızılı və qırmızı. Delirdi bu çocuk, uşaqlar. Və bir qutu oyuncaq. Məncə çox qəşəng olacaq yolçuqamız, hə? İndi biraz Amilə kömək eləyim. Burada ən balaca olan ses də. Burada budaqlarını belə açmalıyıq. Burada ən balaca olan ses. Budur məncə. Bəli, bu ən çətin və biraz yorucudur. Bu da 5-dir, bu da 5-dir. Yolkanı səliqəli qurmaq. Yolkamızın uzunluğu necədir? Bu il istəyirdim ki, biraz da uzun alım. Mamam dedik, yox. Bax. Artıq demək olar, yolkamızı başa çatdırırıq. Deyin görüm, bu il siz yolkanızı hansı rənglərlə bəzəmisiniz? Ümumiyyətcə evinizi bəzəmisinizmi? Çoraplarım necə? Gələm bir dəqiqə. Az qaldı. Bir dənə bu orta hissəsində doldursaq, yolkamız hazırdır. Əlim.
Mən eləyə bilmirəm ala. Valla. Aha. Oo. O tərəfini deyəsən. Ay bala, o tərəfdəkiz. Gördünüz də əslində Amil yenilimizi oğurlamağa gəlib, özü demir. Hey, uzaq dur yenilimizdən. Birinci olaraq. Oğurlayın. Çox süper oldu. Məncə qəşəng oldu. Kim elədi? Amil. İndi keçirik bəzəməyə. İlk öncə böyük bir bantikimiz var. Buradan yerləşdirin Amil bəy. Mən də yolka oyuncaqlarından biri kimi atarsam bura. Belə qalsın. Aha, baxaq. Budağı biraz belə gətirək. Yox, eləmə. Nə yaxşı. Budağı gətir. Mərkəzdən belə bantikimiz var. İndi isə işığı keçirək, çünki həmişə yolkanı bəzəyirik, ən axırda işıqdan istifadə edirik və o da bütün əziyyətimizi boşa verir. Burada müxtəlif işıqlarımız var. Gəl birinci yoxlayaq, kimdir? Baxın, belə ən böyüyünü, yox, rəngli yox, ağını. Aha. Sarı da qəşəngdir. Sarı daha belə yolka yeni labuharası verir. Belə keçirdək ki, hamısına yansın. Belə eləyək. Bəlkə həm ağ, həm sarı. Yox, onda kaşamaş olur. Qaşı. Bunun başı hanı? Ən axırdadır. İndi atıram, ikinci budağa keçirdi. Zəncirvari keçirdi ha. 2, 3-ə keçirdin. Aşağıda aşağı. Hə, ona. Bəlkə də bu. Hamısına elə dedim axı. Yaxşı. Dalaşacağıq ha yenildə. Özdə işığı gizlət belə. Bu görsənməsin çox. Uşaqlar, Amili satıram vəbşi. Ala, növbətini atıram. Ver. Hop. Bantiki ilk gününə qoydun. Məsələn, ağ rəngdə olan şaxta babalar var. Ağ geyimdə, yanında da ağ geyimdə qarğız. Mən onlara çox belə istinişə bilmirəm. Mən qırmızı. Düzdür, qırmızı geyimdə falan çox sevmirəm. Eviniz, ondan sonra 2026-cı iliniz, hamısı belə qəşəng işıqlı olsun. Hop. Keçək ikinciyə. Mən dedim ki, bir dənə də 50 metr işıq alaq, 50 metr. Qoy belə çox işıqlı olsun. Evdəkilər dedi ki, yox. Dolaşıq düşdü. Aytəs. Hə, hə. Dolanım başına, dolanım ki. Ay! Çox qəşəng oldu. Məncə Amil düz seçməlidir, sarı. Amma işıqları ən son yandırırıq. Bilirsiniz də yolkanın işıqlarını ən sonda yandırırlar. Ona görə də hər işığı yandırmayacaq. Gəl istəyirsən altı bundan bir dənə sərək. Yox, şey eləyəcək altına. Padarkalar. Burada da işıq var. O nə rəngdir? Baxın. Bu daha uzundur. Gör sarıdırsa bunu da aralarına keçirdərik. Nə qədər işıq almışam? Niyə bu qədər işıq almışam? Oha. Ağ rəngdə. Denəyəlim. Sən get tax ora. Yox, alın bunu. Random bir atış. Aha. Sonra bir dəqiqəni çıxartma bir dənə. Məsələn, bununla da qalsa. Ya, sarı. Adı çox qəşəngdir. Ağla sarı. Yox. Çox qəşəngdir. Yox, məncə bir dənə. Məncə sarı əsl yenil var bu da. Ağı yığışdıraq. Buyurun, ilk yolka oyuncağımızı YouTube izləyicilərimizlə bir yerdə asırıq. Deməli, gəl bir arzu ilə. Çoxunu arzu ilə asaq. Məsələn, bunu asıram bu il qəbul imtahanına hazırlaşan tələbələr üçün. İnşallah ki, hər bir yaxşı nəticə ilə universitet daxil olar. Hoppa. Bura astım bunu. Haydi bakalım. Sonra. Aha, bunu asıram. Çox mırt bir şeydir Ecəm. De. Bunu asıram. Dişini yastığının altına qoyub pul gözləyənlər üçün. O elə var, elə şey var. Hə, mən qoydum. Bir dəfə qoymuşam, 50 qəpik qoymuşdu atam. 50 qəpik qoymuşdu atam? Bunu asıram. Bəli, elə bir şey var bu arada. Oo, fərqli var imiş. Xahiş edirəm, bu videoda sizdən bir söz soruşmuşam. Şaxta baba olsaydı ondan nə istəyərdiniz? Yazın. Bunu asıram. Ola bilsin, onu da ayrıca bir post elədim.
Şaxta baba olsaydı nə istəyərdiniz? Hamısını bir oxuyub paylaşarıq. Çox maraqlı olar. Bunu asıram. Şaxta babadan nə istədirsə, inşallah gerçəkləşər. Amma yaxşı şeylər istəyin ha. Yəni görün o sizə xeyir olacaqmı o arzu? Hər iki böyükləri bitirək. Yaş. Sonra bantik. Bizim çox şeyimiz var, qar. Bax belə, buna bax. Bizdə bunlardan dolu deyə, bacı bax. Onlar şkaf eləyəcək. Elə bilirsə arxa hissələrini unduruq. Əsla. Bunun başı yoxdur. Düzəlt. Belə bantiklərimiz var. O çox qəşəng ab-hava qatır yolkaya. Onu da qatacağıq bura. Bu il 9-cu sinif imtahanı verən şagirdlər. Dedim bir ya. Dedin? Hə, onlara da uğurlar arzulayırıq. Yanvar ayında semestr imtahanı verən tələbələr. Hamınız əla balla keçərsiniz. Bu nə də? Bu düşüb bura. Mən əsasən tələbələrlə işlədiyimə görə çox arzum olar aid ol. Sonra əsgər yolu gözləyən valideynlər. İnşallah ki bu il əsgərləriniz sağ-salamat gələrlər. Bunu asaq? Yox. Baxım nə? Asmayaq bunu. Çox pis. Qırmızı bal mini oyuncaqları aralardan asaq. Bantik keçən ilində dəbiydi. Aralara isə mini belə qırmızı oyuncaqlar asacağıq. Buraya arasın. Hə. Qırmızı daha belə enerjili görsənir. Mən bir də şey öyrəşə bilmirəm, bilirsiniz, hansılara öyrəşə bilmirəm. Bu Göylə yaşıl göy yolkalara. Mən istəyirəm amma bir dəfə görmək elə bir şey. Doğrudan. Bir dəfə eləyərik yaxşı. Bunu qoyum. Hə, olar. Bu il övlad gözləyən ailələr üçün asıram bunları. İş həyatında uğur qazanmaq istəyənlər üçün asıram. Yeni və ən bəyəndiyiniz filmləri yazın. Bəlkə bizim baxmadığımız var. Baxaq, hə Amil? Mən arxalarını da asıram biraz. Bu bantiki çox bəyəndim. Bəs siz bəyəndiniz? Mən də bəyəndim. Evində xəstələri olan, bu il sağalmasını gözləyənlər inşallah ki 2026 şəfalı gələr. Sağlıq arzu edirəm və bunları asıram. Sonra yolkamızın ara hissələrinə isə belə həm qızılı, amma bir dənə bu şey bantik də eləyərsən. Həm də ki Bura çox oldu ya bundan. Bax burada. olsun, eyb yox. Tamam. Baxın, belə budaqlar yerləşdirəcəyik. Sonra bu kuklalar da. Bunlar da sağ. Ya, ona qalsın. Əslində çox qəşəng vibe qatır, bax. Belə boşluqlara qoya bilərik. Kukladan bir dənədir deyə pis olacaq, qalsın. Məncə maraqlı olacaq. Çünki budaqlar da qoyacağıq aralarına. Sonra dünən mən təzə budaqlar almışdım, onları qoyaq. Budaqlar? Sonra baxın, belə bantiklər almışam. Bu nədir almışam? Sonda yandırarıq çırçıraq. Ver. Çox qəşəng görsənir bu budaqlarda. Hara yerləşdirək? Mən bax. Very next day I given away. Very next day I given away. Very next day I given away. Mən başa düşmürəm da bu niyə belə bir budaqlar. Çox bəyəndim bunları görəndə. Bilsəm çox olardı.
Deməli, belə bir hədiyyə qutu. Bu da var. Hə, onu da dünən almışam. Yadımdan çıx. Hə, qoyaq bunu. Görünən yerdən az. Aha. Bunun qapağı hanı Amil? Bundan hazır. Oh, hazırlayacağıq. Çox qəşəng qoxusu var. Amildən qoxusuna bax. Vanil qoxur. Mən elə qoxuları sevmirəm. Davay. Onu onun üstünə qoy. Balaca olur. Arzularınızı yazmağı unutmayın. Yeni ilin aşağısında olan hədiyyə qutularını özümüz düzəldirik. Bir dəqiqə gəlirəm. Özümüz, yəni Heç də. Amil. Hədiyyə qutusu, düzdürmü? Aha. Buradan belə. Çox kömək olur bacım mənə. İnanılmaz elədir də. Belə bacılar heç yerdə yoxdur. Buradan belə. Şkaf üçün isə bunları. Buradan belə. Belə bir oyuncağımız da var. Amil bax, unutmusan. Onu da az. Dünən almışam. Dünən? Dünən nə ara getdi yeni hədiyyələr almağa, mən heç xəbərim yoxdur. Bir görmüşəm, tıpış gəlir. Amil, yeni il hədiyyələri almışam, hazırdır. Sonra şkaf üçün olanları ayırıram. Bu qapımız üçündür. Sonra bu. Bunlar yoluşqa üçündür. Bəyəndiniz yolkamızı ki bu bizim dilək şarikimiz olsun. Dilək. Gələn il yarım milyon YouTube abunəsi olmaq diləyi ilə. Və qoyuruq bura. Gizlətdim onu orada. Niyə? Gizlətsən tadı olmayacaq. Hə? Yaxşı, onda çıxartdım üzə. Amilin düzəltdiyi hədiyyə korobkası. Və bir də burada. Aha. Və İndi şaxta isə balalar. bunlar. Mən bunu bura qoymaq istəyirəm, belə uzansın, kef eləsin. Məncə onu qıraqdan qoy. Əsl şaxta babanı ora qoyaq. Yox, bura qoyaq. Bax, belə uzansın, belə olsun. Belə. Hə, yaxşı. Onda şaxta babanın çırağı yanmır. Nəysə. Onda yolkamızı göz... Yox, o yana qoyurlar. Ortaya. Ay sağ ol. O padarkanı biraz önə çıxart. Ay sağ ol. Bu da şaxta babanın. Yolkamız hazırdır. İndi tamam göstərək. Sonra keçək şkafımızı vəziyək. Və yolkamız məncə çox qəşəng oldu, hə Amil? Aha. Gəl, Grinch gəl. Grinch, yolkamızı orlamaya gəlmisən? Yox. Burada ilin sonu bu yolka burada olmayacaq. Belə bir mini yolka. Bunu hara qoyaq? Bunu qoy bura mərkəzə. Yox, bunu öz yanına qoyacağam. Biri də var. Buradan. Sonra belə yolka var. Onu da buradan İki gördüm. dənə. Hər tərəfə bir dənəsini qoyaq. Bu sən yerindən. Bunu kitabların yanından qoyacağam. Şafanın üstündən. Yox, istəmirəm elə. Məncə çox qəşəng oldu. Sonra belə mini var. Bunu Amilin yerinə qoyacağam. Yuxarı. Bura. Bu deyəsən işləmir. O işləmir. Sonra belə bir suvenirimiz var. Sonra burada belə bir şam var. Bunu da amma süfrəmizi bəzəyəndə üstünə qoyacağam. Ev ki qozadır. Ay da ölürəm də bu üçün. Bir də stikerləri var. Baxın. Meditasyon stikerləri, ay və günəş. Gedək indi süfrəmizi bəzəyək. Bəli, gedək. Yeni süfrəmizi salaq. Yeni süfrəmizə keçirik. Ay, çox pozitiv enerji alıram həqiqətən. Necə olacaq? İndi isə belə yeni il qablarımız var, yeni il stəkanlarımız. Sonra belə kurabiyə qabları. Amil kurabiyələri qəşəng yığdı. Bəli, belə, buyurun belə. Biraz da salfetkalarımız var. Bunu əlimi, ağzımı silməyə, yəni yazığım gəlir. Stol çox
doldurmayacağıq, çünki Sadə olsun. sadə olsun. Başqa postlarımız da olacaq. Onu da qəşəng bəzəyərik, Baxın, kurabiyələr belədir. bişirəcəyik. Belədir bax. Yaxşı. Hə də çox qəşəngdir. İndi stol. Hə. Ya belə eləmək. Bunları belə yerləşdirmək. Ya da Şaxta baba papaqlarını. Həm elə, həm belə. Həm belə, həm elə. Yaxşı. Onda birincisi bu belə. İkincisinə papaq qoyaq. Ha, həm zərli, həm də belə papaqlı elədik. Ey, Grinch, nə edirsən? Yeni ilə uğurlamaq üçün planlar. Sənin bu il planlarımızı biz uğurlayacağıq. Şamımızı yandırıb sonra yolkamızı işıqlandıracağıq. Bəli. Haydi bakalım. Qəşəng oldu. Şamımız yansın, gedək yolkamızı işıqlandıraq və sağ olacaq. 3, 2, 1.